Şəlalə Yasunari Kawabata. Tərcümə Azad Yaşar. Naotsinin özündən böyük qardaşlarının evlənməsi qəribəliklərlə dolu idi. Böyük qardaşı qarımış bir qızı qaçırmışdı. Kegon şəlaləsindən aşağı atılmaqla canlarına qıymaq fikrindən daşınan bu cavanların ən nəhayət evlənməsinə izin verilmişdi. Nikahlı arvadının əlindən cana yığılan ortancıl qardaşı isə Qaravaşla birgə evdən qaçmış, dəlixanada bir müddət yatıb çıxdıqdan sonra həmin qadınla evlənmişdi. Naotsi qardaşlarına baxanda xeyli cavan idi. Ortancıl qardaşı Qaravaşla evləndiyi zaman isə hələ tələbə idi. Qardaşlarının biri bilərəkdən özünü dəliliyə vurduğundan Naotsi onların hər ikisinə nifrət bəsləyirdi. Mənim bu ailəyə uzaqdan uzağa qohumluğum çatırdı. Könlündə ədəbiyyata maraq oyanandan və Tokyo universitetlərindən birinə qəbul olunandan bəri Naotsi tez-tez mənə baş çəkirdi. Onun böyük qardaşı təhsil dalınca getsə də ağciyərlərinin xəstəliyi ucbatından ali təhsil ala bilməmişdi. Ortancıl oğullarının səhhətini qorumağın qayğısına qalan valideynləri onu ümumiyyətlə gözlərindən irağa buraxmamışdılar. Elə buna görə də həmin oğul orta məktəbi bitirib öz mülkədar atasına yardım etmək məqsədi ilə kənddə qalmışdı. İş elə gətirmişdi ki, təhsil almaq şərəfi o ailədə təkcə Naotsinin bəxtinə düşmüşdü. Yazdığı romanın əlyazmasını mənə göstərib, rəyimi öyrənmək istəyindən də görünürdü ki, Naotsi mənə xüsusi sayğı və rəğbətlə yanaşır. Doğrusu ilk baxışda bu qohumumun ədəbi yaradıcılığa meyil göstərməsi mənə mənasız görünməklə qalmır, həm də məni necə təbdən çıxarırdısa, hər vəclə bu işi əngəlləməyə çalışırdım. Romanın mövzusu məncə heç cəlbedici deyildi. Mətndə Naotsi öz sevgi macərasının dolğun təsviri fonunda qardaşlarının evlənmə səbəblərinə də qismən işıq salırdı. Romanın bu cəhətini ilk tanışlıq əsnasında sezdiyim üçün bununla bağlı iradlarımı ondan gizlətmədim. Sən lap əvvəldən qəti hökm çıxarırsan ki, hər iki qardaşın riyakarmış. Mənim fikrimcə bu romana marağı xeyli dərəcədə azaldır və sənin yazıçılıq qabiliyyətini şübhə altına qoyur. O mənim nəyə işarə etdiyimi anlamadığından dedi. Doğrudan, şəxsən mənimsə onların riyakarlığına zərrəcə şübhəm yoxdur. Məsələn, böyük qardaşım deyir ki, onlar məhz buz bağladığı üçün özlərini Kegon şəlaləsindən aşağı atmayıblar. Axı bu nə dərəcədə mümkündür? Bəs sən hardan bilirsən ki, bu mümkün deyil? Mən güclü şaxtalar zamanı Kegon şəlaləsində olmasam da, bu dünyadan birlikdə köçmək niyyətinə düşən bir güc sevgilinin buz bağlamış şəlaləni görüncə necə dərin qorxu və dəhşət hissi keçirdiyini təsəvvürümdə canlandırmağa qadir idim axı. Naotsi isə elə yenə öz dediyini təkrarlayıb dururdu. Məgər onların canlarına qəsd üçün qışın oğlan çağında Nikkonun belə ucqar güşəsini seçmələri qəribə deyilmi? Dünyadan ələ-tək üzənlər adətən bunun üçün mənzərəli, özü də mövsümə uyğun bir güşə seçirlər. Heç vaxt inanmaram ki, kimsə qışın oğlan çağında intihar üçün məhz Kegon şəlaləsini seçər. Bəlkə də sən haqlısan, amma ortancıl qardaşımla bağlı əhvalatda da xeyli məqam şübhə doğurur. Harda görünüb ki, ağlını itirən ev sahibi Qaravaşı da özü ilə götürüb evdən qaçsın? Niyə də qaçmasın? Ola bilsin qulluqçu qadın öz istəyi ilə ona qoşulub gedib. Mən də bu barədə düşünmüşəm. Yəqin o əvvəlcədən Qaravaşla şərtləşibmiş ki, özünü dəliliyə vuracaq. Uzun sözün qısası, sən lap əvvəldən, həm də buna ciddi bir əsasın olmadan sübut etməyə çalışırsan ki, qardaşların riyakardır və elə bununla da yazdığın əsəri göz görəsi uğursuzluğa düçar edirsən. Bütün bunların qabaqcadan düşünüldüyü barədə şübhələr yaratmaq cəhdin isə nəticəsiz qalır. Əgər sən bu haqda illah roman yazmağı qət etmisənsə, onda öz qardaşlarının sözü gedən planları qabaqcadan düzüb qoşmadıqlarını sübuta yetirməlisən. Bunun üçünsə sənə bəlkə bir ömür də azlıq eləyər. Son nəticədə isə qələmindən fərli başlı heç nə çıxmaz. Bu romanda Naotsinin öz qardaşlarının halına heç acımadığını söyləmək də haqsızlıq sayılardı. O yazırdı ki, onların hər ikisinin bu cür qəribə fəndlərlə, aşağı təbəqədən olan qadınlarla nigaha girməsi öz növbəsində kənddəki mövcud feodal mülkədar ailə qurumuna qarşı bir etiraz idi
və bu qədim əyalət ailəsinə məxsus ənənələrin dağılmaq üzrə olduğundan xəbər verirdi. Sonradan güzəranları öz axarına düşdüyü üçün onlar kənddə qalıb yaşadılar. Hər halda öz gənclik illərində bircə dəfə də olsa bu qardaşlar cəsarətli seçim eləyə bilmişdilər. Mən Naotsinin qardaşları ilə sən deyən yaxın deyildim. Onların xasiyyətləri və həyat tərzləri haqqında hər hansı mühakimə də yürüdə bilməzdim. Sırf zahiri əlamətlərinə görə isə onların Naotsinin dediyi kimi həqiqətən də taleyin hökmünə baş əydiklərini söyləməm müşkül məsələ idi. Görünür yüksək təbəqədən olmadıqlarına, kübar tərbiyəsi görmədiklərinə görə o, nəinki böyük qardaşlarının xanımlarını bəyənmirdi, hətta onlara gizli nifrət də bəsləyirdi. Doğrudur, bu haqda romanda açıq şəkildə bildirilmirdi, lakin öz sevgilisi ilə gəlinlərinin təsvirindəki üslub fərqlərindən bunu yaxalamaq elə də çətin iş deyildi. Bundan başqa o, qədim bir ailənin varisi və başçısı sayılan atası ilə aşkar şəkildə öyünürdü. Onun övladlarına bəslədiyi ümidlərin puça çıxması qənaəti ilə də sözsüz ki, razı idi. Romanın onun qardaşlarından bəhs edən hissəsini bəlkə də müəyyən düzəlişlərlə qəbul etmək mümkün idi. Halbuki onun öz məhəbbətinə aid səhnələr mənə tamamilə bayağı görünürdü. Yəqin bunun səbəbi o sevginin ülvilikdən uzaq olması idi. Tokyodakı səmimi görüşlərin, Ginzada gəzintilərin, kinoteatr və sairənin uzun-uzadı təsvirlərinə gələndə isə bunu elə hamı bacarar da. Özündən böyük qardaşlarının evlilik macəraları Naotsinin nikah mərasiminin xeyli dəbdəbəli keçməsinə imkan vermirdi. Onun evlənmə məsələsinə nə ata-anası qarışmışdı, nə də qardaşları, yəni onun tamamilə sərbəst davranmasına şərait yaranmışdı. O da romanda təsvir etdiyi qızla ailə qurmuşdu. Qəribəsi budur ki, sonradan qardaşlarının deyil, məhz Naotsinin ailə həyatı çıxılmaz dalana girmişdi. Ərlə arvad arasındakı mübahisələr heç səngimək bilmirdi. Doğrudur, bəziləri deyə bilər ki, hansı ailədə söz-söhbət olmur axı. Ədəbiyyata marağı da Naotsi üçün ötəri bir şey imiş. Universiteti bitirəndən sonra o yazdığı romanı tamamilə unutdu və bir şirkətdə qulluğa girdi. Bir neçə dəfə iş yerini dəyişsə də heç yerdə tutuna qala bilmədi. Hər dəfə aralarında inciklik yarananda Naotsinin arvadı ata evinə getməyi bir adət halına gətirmişdi. Hətta 2 uşaq anası olandan sonra da o bu adətindən əl çəkmirdi. Elə indinin özündə də uşaqlarını ərinin öhdəsinə buraxaraq keçmişdəki kimi baş alıb valideynlərinin qanadı altına sığınmışdı. Ərlə arvad boşanmaq barədə ara bir söz salsalar da bunun üçün ortada ciddi əsas yox idi. Bir dəfə arvadının atası evinə getdiyi vaxt təsadüfən paltar şkafını açan Naotsi kimonoların çoxsunun asılqanda olmadığını görür. Atası evinə üz tutan arvadının özü ilə götürdüyü boğçanın geriyə dönüşdə yarı-bayarı azaldığına o əvvəllər də diqqət yetiribmiş. Odur ki, bunu xüsusi araşdırmaq qərarına gəlir. Yəqin geyimlərindən kiçik bacısına bağışlayır deyə düşününcə Naotsinin qanı möhkəm qaralır. Arvadı evə dönən kimi ondan bu haqda soruşur. Arvadı: "Mən atamın evinə özümlə dəyişək paltar götürmədən gedə bilmərəm?" deyə cavab verir. Bu cavab Naotsini lap özündən çıxarır. Böyük bir qanqaraçılıq düşür və arvadı təzədən geriyə, atası evinə dönür. Bütün bu dilləşmələrdən cana yığılan Naotsi məsləhət üçün mənə baş çəkdi. Mən də öz növbəmdə ona məsləhət gördüm ki, böyük qardaşlarının bu haqda fikrini öyrənsin. O əsəbi halda "Bu variant elə öz ağlıma da gəlmişdi" dedi. Üstündən bir neçə gün keçdi və o təkrar bizə gəldi. Görkəmindən dərin üzgünlük, hətta bir qədər də çaşqınlıq yağırdı. Kəndə arvadımın valideynləri ilə baş çəkdim. Uşaqları da aparıb onlarda qoydum. Bəs qardaşların sənə hansı yolu məsləhət gördü? Onların nə deyəcəyini mən əvvəlcədən də təxmin eləmişdim. Bütün olub keçənləri danışandan sonra böyük qardaşım arvadını çağırıb xahiş elədi ki, ayaqqabılarını çıxartsın və gəlinimizin ayaqlarındakı yaraları mənə göstərdi. Kegon şəlaləsində bir təsadüf nəticəsində ölümdən qurtulduqları vaxt qadının ayaqları həmin kökə düşübmüş. Belədir. O inanır ki, özü də indiki arvadının böyük qayğı keşliyi sayəsində sağala bilib. Mən: "Deməli, hər şey sənin romanda yazdığından fərqlənirmiş", dedim.
Elədir. Amma bu qardaşım məni öz cavabı ilə nə qədər sakitləşdirmişdisə, o biri qardaşım məni bir elə özümdən çıxardı. Sakitcə məni dinləyəndən sonra o qəfildən qəhqəhə çəkdi. Böyük şey olubmuş. Buna görə heç keyfini pozma. Sən bilirsən ki, mənim keçmiş arvadım gözümün qabağındaca əsl qancıqlıq edirdi. O an mən lal mat onu süzür və deyəcək söz tapa bilmirdim. Naotsinin bu danışdıqları məndə də dərin təəssürat buraxdı. Demə, o qardaşının bu etirafına zərrəcə inanmayıbmış. Sadəcə qardaşının əsəb sarsıntısı keçirməsinin səbəbini keçmiş arvadının ona aşkar xəyanəti ilə bağlayırmış. Ya da ki, əksinə, bütün bu fikirlərin onun ağlına sonradan, yəni ağlı çaşandan sonra gəldiyini sanırmış. İstənilən halda indiyə kimi o, bütün bu fikir-xəyalın ağır təsirindən qurtula bilməyib. Qardaşının bütün bunları sırf onu yola gətirmək üçün uydurduğundan da Naotsi arxayın idi. Ən sonda mənə bildirdi ki, eşitdiklərindən dəhşətə gəldiyi üçün qardaşının evini təcili qaydada tərk etməyə məcbur qalıb. Sonra isə boynuna aldı ki, ortancıl qardaşının keçmiş arvadı barədə böyük qardaşından birbaşa soruşmağa çəkindiyi üçün onun indiki arvadı, yəni keçmiş qaravaşı haqqda nələrsə öyrənmək qərarına gəlib ki, bəlkə bu sayədə keçmiş arvadının qardaşının gözü qabağında yava yola getdiyinin doğru yoxsa yalan olduğunu öyrənsin. Böyük qardaşı mən biləni Naotsini inandıra bilib ki, evdən qaçana qədər qulluqçu qadın əslində ortancıl qardaşları ilə məhrəm yaxınlıq qurmayıbmış. Qardaşları dəlixanaya düşdüyü zaman cani dildən onun qulluğunda duran qadın yalnız tam sağalandan sonra ona ərə getməyə razılıq veribmiş.